Bismillahirrahmanirrahim. Sizlərə bir cavanın, zina etmək istəyən cavanın Peyğəmbərlə söhbətini arz eləmək istəyirəm. Bir cavan oğlan Peyğəmbərə söylədi ki, icazə verirsən bir zina edim. Ətrafdakılar səsküy qaldırdılar. Peyğəmbər hamını sakitləşdirib, o cavanı özünə yaxın çağırıb dedi: sən istəyirsən ki, insanlar içində, cəmiyyətdə kimsə sənin ananla, bacınla, bibinlə, xalınla, qızınla bu işi görsün? Cavan cavabında xeyr, istəmirəm söylədi. Peyğəmbər də sonra bu cavana buyurdu ki, Allahın bəndələri hamı belədir. Özünə rava bilmədiyini başqasına rava bilmə. Sonra Peyğəmbərimiz əlini o cavanın sinəsinə qoyub dua etdi. Sonra o cavan Peyğəmbərdən ayrılıb getdi və heç vaxt bir də zina etmədi. Peyğəmbər buyurub, tövbə gözəldir, cavanların tövbəsi daha gözəldir. Allah'a hamd eləyirəm öz izzəti cəlalına, cavanlarımızın vaxtında tövbə etməsini, cavanların bunu bacarmağını cavanlarımıza nəsib etsin. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.